Salam dəyərli abituriyentlər. Mən Samir İmanov. 15 illik ingilis dili müəllimliyi təcrübəsi ilə qarşınızdayım. Kanalımıza xoş gəlmisiniz. Əgər abunə deyilsinizsə, kanalımıza abunə olun və daimi olaraq bizim dərslərlə bağlı videolarımızı izləyin. Bugün sizinlə yeni abituriyent nəşrlərinin imtahanlarının izahını paylaşacağıq. Əgər imtahanlarda iştirak eləmişsinizsə, buyurun cavablarınızı yoxlayın və yaxud da ki, sualların detallı izahları ilə tanış olun. Getdik. Bildiyiniz kimi, imtahanda ilk öncə imtahan dinləmə ilə başlayır və dinləmənin suallarını işləməzdən öncə, yəni dinləməni eşitməmişdən öncə sizə 2 dəqiqə əlavə vaxt verilir ki, suallarla tanış olasınız. Əslində bu 2 dəqiqə çox daha önəmlidir ki, siz suallara detallı şəkildə baxa biləsiniz ki, mövzunun, dinləmənin nə haqqında olması haqqında ilk fikir yaransın sizdə. Gəlin sualları öncə analiz edək, sonra isə dinləməmizə baxaq. İngilis dilində dinləmə və yaxud da oxu bölməsini işləyərkən ilk öncə the passage is mainly about və yaxud da what is the passage mainly about sualı ilə başlayın. Çünki əsas fikir yaradan o sualdır. Burada isə baxırıq ki, modern zoos in Africa and Asia, ancient giraffes in Central Asia, the tallest animals in the world, the dangers of wild animals in Africa, how children take care of animals. Və artıq biz bildik ki, burada hər hansı bir heyvandan ki, böyük ehtimalla zürafədən danışılır. Afrika və Asiya arasında bir əlaqə var. Dinləmədə artıq tam dəqiq müəyyən edəcək ki, bu hansı variantlardan hansı daha doğrudur. Növbəti sual olaraq açıq sual tipli true-false sualına baxmaq lazımdır ki, orada hər bir cümlə mətnin, dinlədiyiniz mətnin içərisindəndir. Sadəcə olaraq orada ikisi yanlış, ikisi doğrudur. Yanlış olanda da böyük ehtimalla çox vaxt bir söz və ya da bir ifadə yanlış olur ki, bütün cümləni yanlış formaya salmış olur. Fossil records show giraffe-like animals lived in Kazakhstan and Uzbekistan. Children and tourists visit zoos to learn about animals and nature. The ancient giraffes in Central Asia were exactly the same as African giraffes today. The passage explains that studying the past can't help protect wildlife in the future. Və bu suallara baxdıqdan sonra, bu cümlələri tam mənimsəməyə çalışdıqdan sonra ki, artıq sizdə daha detallı məlumat var. Digər iki suala baxırıq. Why do giraffes no longer live in Central Asia? Nə üçün zürafələr Mərkəzi Asiyada artıq yaşamırlar? Bunun səbəbi mətndə deyilir, ona diqqət edib variant yazacağıq. Yəni bu sualı izləmək lazımdır. Və modern zoos in Tashkent keep giraffes so that və cümləni davam eləməliyik. Modern zoos in Tashkent. Müasir Təşkəntdəki müasir zooparklar deməli zürafələri saxlayırlar və beləliklə nə üçün saxlayırlar o ifadə keçəcək və biz onu cümlənin o hissəsini yadda saxlayıb dinləmədən dərhal sonra işləyəcəyik. İndi isə buyurun dinləməyə qulaq asaq. Passage and answer the questions. When most people think about giraffes, they imagine the savannas of Africa. However, not everyone knows that giraffes once lived in different parts of the world, including Central Asia. Fossil records show that thousands of years ago, giraffe-like animals wandered across regions that are now Kazakhstan and Uzbekistan. These ancient giraffes were not exactly the same as the tall animals we see today in Africa, but they had long necks and legs that helped them eat leaves from high branches. Today, no wild giraffes live in Central Asia. The climate and environment changed over time, making it impossible for them to survive in the wild. But modern zoos in cities like Almaty and Tashkent keep giraffes as part of conservation programs.
Children and tourists often visit these zoos to watch the animals, learn about their history, and understand why protecting nature is important. The story of giraffes in Central Asia reminds us that animals move and adapt when their environment changes. It also shows how humans can study the past to better protect wildlife in the future. Bəli, dinləməmizi də dinlədiyimiz üçün gəlin cavablara baxaq. The passage is mainly about ancient giraffes in Central Asia. İlk cümlədən də bəlli oldu ki, söhbət Mərkəzi Asiyadakı qədim zürafə izlərindən söhbət gedir və mətn o haqdadır. İkinci sualda, why do giraffes no longer live in Central Asia? The climate and environment change. İqlim və ətraf mühitin dəyişməsi səbəbi ilə orada Mərkəzi Asiyada artıq zürafələr yaşamırdı. Ona görə cavab Y variantı çıxdı. Üçüncü sualda, modern zoos in Tashkent keep giraffes so that they can be part of conservation programs. Onlar qoruma proqramının bir tərkib hissəsi ola bilərlər deyə. Və dördüncü true-false sualında fossil records show giraffe-like animals lived in Kazakhstan and Uzbekistan. Bəli, orada eyni şəkildə bu cümlə keçir. True idi. Children and tourists visit zoos to learn about animals and nature. Bəli, uşaqlar və turistlər zooparklara heyvanlar və təbiət haqqında öyrənmək üçün səfər edirlər. Bu da true idi. Ancient giraffes in Central Asia were exactly the same as African giraffes today. Bu false idi. Eyni deyil. Orada fərqli formada zürafələrin fərqli bir növünün olduğunu ifadə eləyir. The passage explains that studying the past can't help protect the wildlife in the future. Burada isə can't yox, can deyir. Ona görə bu da false-dur. Və beləliklə dinləmə suallarımızı bitirdik. İndi isə keçirik short reading passage'lərə. 3 dənə short reading passage'ımız var idi. İndi isə baxaq. Kəsilsin. Buradan belə. İlk short reading sualımız 5-ci sual. The Amazon River in South America is the second longest river in the world. It carries more water than any other river. The Amazon rainforest around it is home to thousands of plants and animals. Burada baxırıq. It is the longest river in the world. Dünyanın ən uzun çayıdır, amma halbuki burada deyir second longest river. Deməli, az səhvdir. It is the shortest river in the world. Ən qısa çaydır. Bu məntiqsizdir. İkinci ən uzun çaydır. It is dry in the summer. Yayda quruyur, amma burada deyir ki, o dünyadakı bütün çaylardan daha çox su daşıyır. Deməli, ən bol sulu çaydır. Bu da yanlışdır. It is no rainforest near it. Onun ətrafında yağış meşəsi yoxdur. The Amazon rainforest around it deyir. Deməli, bu da deyil. It carries the most water of all rivers. Bütün çaylardan ən çox su daşıyan çaydır o. Bəli, bu doğrudur. Çünki deyir ki, it carries more water than any other river. Hər hansı digər çaydan daha çox su daşıyır. Bu da deməkdir ki, ən bol sulu çaydır. Növbəti 6-cı sualımıza baxırıq. 6-cı sualda short. A local factory produces desks and chairs for schools. The furniture is used in classrooms to improve learning conditions. The factory also offers educational courses for young workers about design, safety, and modern production methods. What else does the factory provide apart from making school furniture? Deməli, baxırıq. It removes safety lessons from its courses. Xeyr, burada elə bir məlumat verilmir. It produces computers for modern classrooms. Xeyr, burada furniture-dən söhbət gedir. Yəni, mebel istehsalı ilə məşğuldur. Factory
və courses for young workers about design, safety and modern production methods, müasir istehsalat metodları haqqında kurslar təşkil edir. Yəni burada removes deyir, yəni təhlükəsizlik kurslarını ləğv edir. Yanlışdır. It computers istehsal eləmir. It replaces teachers with professional designers. Müəllimləri professional dizaynerləri ilə əvəzləyir. Xeyr, bu da deyil. Burada elə bir məlumat yoxdur. The factory offers educational courses. Sadəcə təhsil kursları təklif edir. It trains young workers in design and safety. Young workers about design, safety and modern production. Bəli, D variantı doğru variantdır. It builds furniture only for offices, not schools. Yalnız ofislər üçün, məktəblər üçün deyil deyir. Yəni o istehsal elədiyi mebellər ofislər üçündür, məktəblər üçün deyir. Amma burada deyir ki, desks and chairs for schools. Məktəblər üçün, yəni Y yanlışdır, doğru cavabımız D-dir. 7-də dear employees, this is to remind you that the mandatory safety training will take place on Monday 10 a.m. in the main conference hall. Every staff member must attend without exception. Heç bir istisna olmadan hər bir işçi iştirak etməlidir. All employees are required to attend the training. Bəli, every staff member must attend. All employees, o bütün işçi üzvü, yəni kadr heyəti deyir burada, staff member, işçiliyə üzv olanlar, yəni bütün işçilər, all employees are required to attend, iştirak etməsi tələb olunur, doğru cavabdır. The meeting will be about office furniture safety, ofis mebeli təhlükəsizliyi haqqında olacaq. Burada mandatory safety training deyir, furniture safety demir. The training is optional for senior staff only. Yalnız senior işçilərə aiddir. Xeyr, every staff aiddir. The training will take place after regular working hours. Normal iş saatlarından sonra olacaq. Xeyr, at 10 a.m. in the main conference hall. Yəni əsas səhər saat 10-da olacağı üçün bu da yanlış məlumatdır. İş saatından sonra deyil. Only new employees must join. Yalnız yeni işçilər qoşulmalıdır. Xeyr, bu da yanlışdır. Deməli, elə həqiqətən də doğru cavab A-dır. İndi isə keçirik 5 sualın olduğu mətnimizə. Mətnimizlə tanış olun ilk öncə ekranda. Mətnlə tanış oldunuz, imtahanda iştirak elədiyiniz üçün onsuz da mətn sinəvinizdə var idi. İndi isə gəlin suallarına baxaq. Biraz əvvəl dediyim kimi, listeningdə dediyim kimi, hər zaman mətn işləyəndə birinci what is the passage mainly about sualına baxırıq. What is the passage mainly about sualı adətən birinci hissədə, ilk başda The Blue Revolution is the name given to the rapid growth of aquaculture or fish farming around the world cümləsinə əsasən verilir. Çünki mətnlərin, essələrin introduction hissəsi həmişə tam ilk cümlələrdə olduğu üçün nə haqqında olması orada verilmiş olur. Və biz baxırıq ki, discovery of new rivers əlaqəsi yoxdur. The problem of overfishing in Canada əlaqəsi yoxdur. The growth of fish farming around the world. Bəli, bu cümlə ilə uyğunlaşdırıb baxsaq, görərik ki, mətndə The Blue Revolution is the name given to rapid growth of aquaculture or fish farming around the world. Buna tam olaraq uyğun gəlir. Deməli, doğru cavab C-dir. Destruction-la bağlı heç bir şey yoxdur. Building of dams, burada heç bir şey yoxdur. Deməli, doğru cavabımız C-dir. İndi isə digər suallara baxaq. Which statement is false according to the passage? Mətnə əsasən baxdığımız zaman görəcəyik ki, The Blue Revolution began in the 1960s. 1960-da başlayıb deyir və mətnimizə dərhal surətli şəkildə göz atırıq. Görək Blue Revolution nə zaman başlayır. Deməli,
It began in the 1960s and became more popular in the late 20th century. 20-ci əsrdə məşhur olub. Deməli 60-da başlayıb. 60-da başlayıb. Bu düzdür. Lakin bizə false, yanlış olan lazımdır. All aquaculture uses clean and safe methods. Bütün akvakultura təmiz və təhlükəsiz üsullardan istifadə eləyir. Bu yanlışdır. Bütün su akvakulturası təmiz və təhlükəsiz metodlardan istifadə etmir. Yanlış olan budur. Some fish farms can damage the environment mətndə olduğu kimi deyir. Farmers raise salmon, tilapia, carp and shrimp mətndə olduğu kimi deyir. Aquaculture reduces pressure on natural fish stocks olduğu kimi deyir. İndi isə 10-cu suala baxaq. What is one problem with poorly managed fish farms? Əsas problem nədir? Aşağı səviyyədə təşkil olunmuş balıq fermaları, balıq təsərrüfatlarının əsas problemini soruşur burada. Və burada baxırıq ki, they give jobs to millions of people. Bu deməli doğru cavab deyil. They produce fish more quickly than in the wild. Bu da problem değil. They reduce pressure on natural fish stocks. Bu da problem değil. They control the environment for healthy fish. Bu da problem değil. They can pollute the water with waste or chemicals. Bəli, bu isə doğru variantdır. Diqqət etsəz, mətndə olduğu kimi keçir bu sualın cavabı. 11-ci sualımıza baxırıq. Sustainable aquaculture means dayanıqlı akvakultura nə deməkdir? Baxaq görək. Using cleaner methods and protecting ecosystems. Bəli, daha təmiz üsullardan istifadə etmə və ekosistemi qoruma. Elə budur. Producing fish more quickly. Bu deyil. Spreading disease among fish. Xeyr, təbii ki. Destroying mangroves for new ponds. Bu da deyil. Using more harmful chemicals in farms. Təbii ki, heç mətni oxumasanız da məntiqlə bilirsiniz ki, təsərrüfatlarda daha zərərli kimyəvi maddələrin istifadə olunması sustainable aquaculture mənasını verə bilməz. Və 12-ci seçməli açıq sualımıza baxırıq. Burada doğru cavabımız The Blue Revolution finished in the 1960s. İlk sualdan da gördük ki, bu daha doğrusu 9-cu sualı idi deyəsən. 60-da başlayıb, finishdə olmayıb. Bu yanlışdır. Aquaculture always protects the environment. Həmişə ətraf mühiti qoruyur. Xeyr, biraz əvvəl problemlərindən danışdıq. Fish farms can be found in coastal waters. Bəli, sahil sularında salına bilər. Growth must protect the environment. İnkişaf ətraf mühiti qorunmalıdır. Bəli, doğru cavabımız 3 və 4-dür. Beləliklə, reading passage'ımız da bitdi. İndi isə keçək qrammatikaya. Keçirik qrammatika suallarımıza. Yox, bunu kəsirsən. Nə olduysa? Qrammatika sualları bildiyimiz kimi 13-cü sualdan başlayır və ilk sualımız variantlara baxan kimi görürük ki, bu kəmiyyətdir və kəmiyyətdə bizdən doğru variant soruşduğu üçün Y variantında L-lots belə bir birləşmənin mümkünlüyü belə deyək də müzakirə kənarındadır və boşluqda baxırıq ki, knowledge sahil mensimdir. Sahil mensim isə a few, many və few variantlarını çıxdığımız zaman a little. He has a little knowledge of computer programming, so he can solve complex problem a little. Kifayət qədər olduğu üçün bəli, problemləri həll edə bilir. 14-cü sualımızda singular noun soruşur, təkdə olan isimlər. Təkdə olan isimləri soruşursa cəmləri çıxırıq. Lies, Laosun cəmidir. Goods toplu isimdir və physicists, fizikaçılar, bu da cəmdədir. Təkdə qalır news, choose, woman. 15-ci sualda that train ticket is priced at 500 euros olmalıydı. Səhvdir. 500 olmaz ümumiyyətlə 100,000 sayılarında qarşısında miqdar sayı gələndə S cəm şəkilçisi qəbul etmir.
500 of euros, bu da mənasızdır. 500 of-la işlənərsə of-la isim arasında təyin edici gəlməlidir. 500 ifadəsi düzgün deyil. 500 euros, bəli, 500 euro doğru variantdır. 16-cı sualımızda compound nouns, mürəkkəb isimləri seçir. Mürəkkəb olmayanları ixtisar eləyəcəyik. Kindness derivativedir. Blackboard compounddur, düzdür. Black və board sözləri. Teacher bu derivativdir, çıxırıq. Toothpaste bu compounddur, diş və pasta sözü. Childhood da hood derivativ şəkilçidir, suffixdir, isim düzəldir. Çıxırıq və sunflower günəş və gül sözündən günə baxan sözü düzəlib, mürəkkəb isimdir. 2, 4, 6 doğru cavab B variantıdır. Növbəti sualımız 17. 17-ci sualda while in Spain we visited Prado Museum, binalar bilirik ki Z article ilə işlənir. The Prado Museum in Madrid and later saw an exhibition at deməli Z ilə verdiyimiz zaman burada ən olmaz. Birincidə boşluq olmurdu. C variantında boşluqdur, çıxdıq. Və Modern Art Gallery sayılan tək isim olduğu üçün burada mütləq article olmalıdır. Boşluğu sildik və qaldı at E. Modern Art Gallery hər hansı bir müasir qaleriyada bir sərgiyə baxdıq mənasını vermiş oldu. 17-də Y variantı. 18-ci sualımız how ilə başlayanda biz bilirik ki, how ilə yalnız iki kəmiyyət sözü işlənə bilər. Biri many'dir, digəri isə much'dır. Participants cəm isim gəldiyi üçün təbii ki, much deyil, many olacaq. How'dan sonra little, few və a little-ı ixtisar eləyə bilərik. 19-da the report is very important, please read. Deməli, söhbət burada ərzədən gedir ki, bu çox vacibdir. Məruzə daha doğrusu report. Zəhmət olmasa oxu. Nəyi oxu? Onu oxu. Yəni biz reportu oxumaqdan daha doğrusu işarə eləyirik. Ona görə də zem yox və təkdə olan zət deyə bilərik, onu oxu. Və əmr cümləsi olduğu üçün qayıdış əvəzliyi ikinci şəxsə xitab eləyəcək. Yəni himself, ourselves, ourselves də olmayacaq. Deməli, read it yourself, onu özün oxu formasında veririk. Yadımızda saxlayaq, əmr cümləsi həmişə ikinci şəxsin təkinə və nə istinad eləyir. İndi isə gəldik 20-ci suala. The scientists referred to United Nations report. Burada United Nations'ı görən kimi Z artiklı sizi çaşdıra bilər. Amma burada United Nations reportdan söhbət gedir. A United Nations report and highlighted the importance oflu birləşmə olduğu üçün the importance of global cooperation olmuş olacaq. Yəni United Nations'a görə siz Z artiklını düşünə bilərsiniz, amma diqqət edin. United Nations burada təyin edici kimi verilmişdir. Təbii ki, United Nations summitlə tələffüz olunduğu üçün heç ən olmaz. Report sayılan tək isimli boşluq olmaz. Ən article olmaz və importance da heç E article ilə olmaz. Baxsaq da belə ən importance olardı, amma oflu birləşmədə heç o da olmur. Yəni hər bir halda A variantı doğru variantdır. Could you introduce me to friend? Deməli, burada isim gəldiyi üçün biz yoxdan sonra isim yaza bilmirik. Bu yanlışdır. I haven't met. Mən görüşməmişəm. Kimlə? Söhbət o təqdim olunmaq istədiyi dostundan söhbət gedir. I haven't met them deyə bilmərik. Çünki friend təkdədir. Və burada da to your friend olar. Your friend olmaz. Your friend, I haven't met her. Cavab Y variantıdır. Choose a correct sentence. Düzgün cümləni seç. Varianta baxan kimi apostroflardan bilirik ki, burada söhbət yiyəlik haldan gedir. That students burada cəmdə verilib. S-larlərdir ki, apostrof ondan sonra gəldiyi üçün tələbələrin layihələri deyiriksə zətlə olmazdı. İşarə əvəzliyi yanlış verilib. These doctors' patients, bu həkimin xəstələri, bu doğru variantdır.
These-dən sonra isim cəmdə gəlməlidir. Company sözü cəmlənməli idi. Sonra apostrof tək olmalı idi. Those teachers da those-dan sonra isim cəmdə gəlməli idi. Sonra da cəm şəkilçisi s gəldiyi üçün apostrof tək olmalı idi və these workers da düz gəlib, amma burada s-lar şəkilçisi olduğuna görə yiyəliyin s-i düşməli idi. Doğru cavab B variantıdır. 23-də unfortunately, təəssüflər olsun ki, very students completed the research. Tədqiqatı tamamlayıb. Deməli, təəssüflər olsun deyirsə, deməli az sayda, çox az sayda və verydən də sonra onsuz da artiklı gəlməz qaydasına görə bu iki variant gedir. Students cəmdə olduğu üçün little sayılmayan isimlərlə işlənir, cəm isimlərlə işlənə bilməz və must da eyni şəkildə sayılmayan isimlərlə işlənir. Very few students completed the research. 24-də we saw interesting film at the cinema, but deməli, kinoteatrda maraqlı bir film gördük deyiriksə, film təkdədir. An interesting film at the cinema, but the ending, sonluq, burada artıq belə deyək, birinci cümlədə haqqında danışdığımız filmin sonluğundan danışdığı üçün orada müəyyənləşmiş olur. The ending was disappointing olacaq. An və the article Y variantı olmuş olur. 25-ci sual. The committee discussed several proposals yesterday, but lakin only burada were accepted gəldiyi üçün as useful for project. The committee discussed several proposals. Bir neçə təkliflər müzakirə edildi dünən, lakin yalnız qəbul olundu. Burada isimsiz gəldiyi üçün onuncular deyə bilərik. Ourselves biz özümüz mənasını verir. Only ourselves deyə bilmərik. Amma only ours yalnız bizimkilər. Only hers yalnız onuncular. Myself qayıdış əvəzliyi olmaz. It's isə mütləq özündən sonra isimdən işləndiyi üçün doğru variant deyil. Deməli, burada doğru cavab olacaq 2, 3 və 4 cavabı. Beləliklə testimiz bitdi. İndi isə gəlin düşən inşaya qısa bir essay yazaq. Bununla da 9-cu sinifin sınav imtahanının təhlilini bitirək. İndi isə gəlin sizə hansı formada inşa yazmalısınız ki, inşadan tam bal alasınız. Bir nümunə inşa yazmışam və sizə təqdim edirəm. Nihat had to write an essay for his English class. At first, he felt worried because he didn't know what to write. After thinking for a while, he got some good ideas and worked hard on his essay. Later, he presented it confidently in front of his classmates. Everyone liked it and he won first prize for the best essay. Baxın, bu qədər qısa və düzgün şəkildə qurulmuş cümlələrlə siz imtahandan, həm bu imtahandan, həm də gələcəkdə buraxılış imtahandan tam bal ala bilərsiniz. Sual izahı bu qədər. Davamlı olaraq kanalımızı izləyin və mütəmadi olaraq çalışacağıq ki, ingilis dilinə aid dərs izahları və sual izahları paylaşaq. Xudahafiz.